Ölkə xaricində Azərbaycan məhsullarına sürətlə tələbatın artması ticarət evlərinin yaradılmasını da zəruri edib. Belarusdan sonra Rusiya Federasiyasının Tataristan Respublikası da buna maraq göstərməyə başlayıb. Cəlilabadda bu il bol kartof yetişdirilir. Toplanan məhsul isə sahədən birbaşa iri nəqliyyat vasitələrinə yüklənir ki, Rusiya Federasiyasına göndərilsin. Bu zaman qablaşdırmaya da xüsusi diqqət yetirilir. Məhsullar gözəldir. Yəni, vaxtında hər bir necə lazımdır, qaydasına qulluq eləmişik. Satmağı da Rusiya bazarına satırıq. 40 qəpikdən kilosunu götürürlər bir yerdən. Qusardan isə Rusiya bazarlarına daha çox meyvə ixrac olunur. Rayonda meyvəçilikdə ağır zəhmət tələb edən işlər artıq mexanikləşdirilib və bağlar elmi prinsiplər əsasında asalınır. Bu yeniliklər məhsulun keyfiyyətini artırır və alıcı qüvvəsinə müsbət təsir göstərir. Rusiya bazarlarına tələbat, xüsusilə Azərbaycanda yetişdirilən məhsullara tələbat artıq hamımızın bildiyi kimi tələbatı günü-gündən artır. O da ekoloji baxımdan təmiz olması ilə bağlıdır. Statistikaya əsasən 2017-ci ilin 5 ay ərzində qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında ilk yeri elə Rusiya tutur. Sonra Türkiyə, Gürcüstan, İsveçrə və Türkmənistan gəlir. Rusiya bazarlarında Azərbaycan məhsullarına daim tələbat var. Əsasən də bizdən 3000 kilometr məsafədə yerləşən Tataristanda. Azərbaycan məhsulları bizim çox xoşumuza gəlir. Sadəcə möcüzədir. Biz illərdir sizin məhsullardan istifadə edirik. Çox bəyənirik. Azərbaycan çayı bir mənalı olaraq çox dadlıdır. Həmişə Azər çay alıram. Ən çox da iri yarpaqlısını. Keyfiyyəti Azərbaycan məhsullarının hər məhsullardan seçilir. Yəni dadında da, öz keyfiyyətində də. Məsəl üçün gəlib soruşanda soruşurlar, откуда deyirsən Azərbaycana. Azərbaycana deyəndə alırlar. Rusiyanın 3-cü ən böyük paytaxt şəhəri olan Kazanda 35 minə yaxın soydaşımız yaşayır. Onlar deyirlər ki, məhsullarımıza tələbatın artması Tataristanda böyük Azərbaycan ticarət evinin yaradılmasını zəruri edir. Cənab Prezident Yevlaxdakı çıxışında çox gözəl vurğuladı ki, Azərbaycanın çox gözəl məhsulları var. Yaxşı olardı ki, Tataristanda, Kazan şəhərində böyük bir ticarət mərkəzi açılsın. Həmin o pərəkan ticarətlə məşğul olan, satışla, alışla məşğul olan Azərbaycanlılarımız hər birisi bir araya gəlsin. Yəni, ticarət mərkəzində birləşək və Azərbaycanda istehsal olan bütün məhsulları Tataristana gətirək, Tataristanın ətrafındakı bütün regionlara, başqa digər şəhərlərə paylansın. Sərraf Kərimov deyir ki, Tataristanda yaşayan iş adamları ilə Azərbaycandan idxalla bağlı tez-tez müzakirələr aparılır. Bu bölgə Rusiya Federasiyasının ən zəngin yeri sayılır. Bütün ətraf respublika və şəhərlərlə biznes çıxışları var. Ona görə də burada ölkələr arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi böyük fayda verə bilər. Tataristanda yaşayan soydaşlarımız işlərini Azərbaycan dövlətinə arxalanaraq qurublar. Kazanda 35-40 ilə yaxındır yaşayan soydaşlarımız da var. Onlar da dövlətimizin apardığı siyasəti dəstəkləyir və bu ölkədə daha çox Azərbaycan məhsulları görmək istəyirlər. Hətta aralarında ölkəmizə gəlib iş qurmaq istəyənlər də var. Bunu sahibkarlara yaradılan münbit şəraitlə əlaqələndirirlər. Cənab Prezidentimiz İlham Əliyevin dəfələrlə diasporalar haqqında çıxışlarına baxmışıq və özümüz üçün biz oradan örnək götürürük ki, demək biz də vətən üçün çalışmalıyıq, vətən üçün işlər görməliyik, dövlətçilik üçün işlər görməliyik. Özüm burada olsam da ürəyim həmişə Azərbaycanda olur. Qohum əqrəbədir, dost tanışdır. Deyirlər, telefonla danışanda etsəm, deyirlər ki, məsəl üçün Cənab Prezident əmr verib ki, etsəm, köməkli eləyir, yardım eləyir, hər tərəf. Bu istəyərdim ki, Tataristan şəhərində, Tataristanda Azərbaycan dövlət tərəfindən məsəl üçün ticarət evi yaradılsın. İstədiyimiz məsəl üçün Azərbaycan məhsullarını burada da satılsın. Soydaşlarımız deyirlər ki, Kazanda Azərbaycan ticarət evinin açılması Azərbaycanla Tataristan ümumilikdə Rusiya arasında ticarət dövriyyəsini daha da artmasına şərait yaradacaq. Günel Feyzullayeva, Tofiq Ağayev, xəbərlər.